açığı, bax, mən çox fikirləşib düşünürdüm ki, görən Qarabağ son anlara qədər bu sürətlərə tab gətirəcəkmi? Çünki həqiqətən çətindir və ikinci hissədə gördük ki, Mareska artıq dəyişikliklərə gedir, əsas qüvvəni meydana buraxır, buradan 3 xalla ayrılmağa hədəfləyib və get-gedə sürət artırdı, bizdə get-gedə yorğunçuluq baş qaldırırdı. Çünki hər nə qədər biz desək də ki, Qarabağın heyəti yaxşı komplektləşib, amma Avrokuboklar üçün 2 heyət deyil. Azərbaycan Premyer Liqası üçün 2 heyət anlamına gələ bilər. Elə futbolçular var ki, Avrokuboklarda oynamazlar, amma rahatlıqla Premyer Liqaya çıxıb rəqiblər üzərində o dominant futbolu sərgiləyə bilərlər. Amma sırf Avrokubok anlamında o 2 heyət yoxdur. 13-14 futbolçu. Maksimum. Amma mən bir epizod deyəcəm, tamaşaçılarımız da onu xatırlayacaq, sən də indi gözünün qabağına gətirəcəksən. Bax, Kaşqun son anlarda bir gözəl qol epizodu oldu. Zərbə ilə vurdu, top düz qapçının üstünə getdi. Sonluğunu qoy bir kənara, o hücumun özü var idi. Son dəqiqələrdə o cür sürətli hücuma çıxmaq bu həm də güc göstəricisidir, həm o fiziki yükləmələrin tab gətirə biləcəyi anlamını daşıyırdı. Yəni, bu mənim üçün göstəricidir. Yəni. Qarabağ Chelsea-dan daha çox qaçıb məsafə qət edir futbolçular. Bilbao'da da həmçinin Atletik'dən daha çox qaçmışdıq Benfica'ya qarşı da. Yəni, Qarabağın fiziki durumu da futbolçuların çox yaxşı